sənə bəzi sirlərlə gəlmişəm. Əgər deyəcəklər yenə bu sübhanə ara vurur. Ə, Əgər bir kişi bir qadını sevirsə, o zaman səhər oyanan kimi ilk iş ona sabahın xeyir yazmaqdır. Niyə görə? Çünki kişi üçün bir qadına sabahın xeyir yazmaq ona günəşin doğuşu kimidir. Yəni sanki bir günəş doğursa, həmin o xanım da onun üçün o enerjidədir. Əziz xanımlar, yəni bunu səhərlər siz durub etməyin. Bəylər sizə qarşı bunu etməlidir. Əgər sənə deyirsə ki, ay balam inanırsan, o qədər problemlərim var idi mənim, dəhşət, yəni dəhşət, heç vaxtım olmayıb bu günləri sənə vaxt ayırmağa. Yəni bu tək kişilərə aid deyildi, ümumiyyətlə xanımlara da aiddir. Yəni birinin sənə ayıracaq vaxtı yoxdursa, o insan sənin yanında maks nə dərəcədə dura bilər? Bu barədə fikirləş məncə. Yəni məni izlə, bütün sənə qaranlıq olan sualların hamısına cavab tapacaqsan. Elə xüsusilə münasibətlərlə bağlı.